Salam, kanalımızda hər birinizi xoş gördük, dəyərli izləyicilər. Bugünkü videomda eyni xəmirdən iki fərqli içliklə məşhur İrəvan kətəsi hazırlayıram. Əlimizdə qıranda ovulub tökülən, üzəri xırçıldılı, içərisi isə yumuşaq əsl İrəvan kətəsinin keçək hazırlanmasına. Mən kətəni 2 porsiya hazırlayıram. Ərzaqların miqdarını videonun alt hissəsində qeyd edəcəm. Bunun üçün mən xəmir edəcəyim qaba 9 stəkan un tökürəm. Yağla unu ovduqdan sonra 1 stəkanı mən içlik üçün ayıracağam. 500 qram kərə yağını soyuq olsa lap yaxşı olar. Unun içərisinə sürtkeçdən keçirdirəm. Mənim qabım biraz kiçik oldu, ona görə qabımı dəyişdim. 2 paçka yağı una batıra-batıra bu formada sürtkeçdən keçirdirəm və daha sonra isə əlimlə başlayıram ovmağa. Unla yağı tam ovduqdan sonra əlinizdə bu formada yoxlayırsınız. Deməli, ovmanız hazırdır. Bunun üzərindən 1 stəkan götürüb içlik üçün kənara qoydum. Üzərinə yarım çay qaşığı duzu, 2 paket vanili töküb biraz qarışdırıram ovma ilə. Daha sonra kənarda 1 çay qaşığı dolu sodanın üzərinə 2 çay qaşığı üzüm sirkəsi tökürəm və söndürəndən sonra sodanı qatığa qatıram. Mən xamadan istifadə etmirəm. 2 stəkan qatıq əlavə edirəm ovmanın içərisinə və 5 yumurtanın sarısını töküb yaxşıca qarışdıracağam. Ovma xəmir olduğu üçün çox da yoğurmağa ehtiyac yoxdur. Biraz qarışdırırıq. Xəmir özü də yumşaq, yağlı xəmir olduğu üçün tez alınır. Taxtanın üzərində isə biraz formaya salıb kündələrə ayıracağam. Qeyd etdiyim kimi mən 2 porsiya hazırlayıram. Mənim xəmirim biraz artıqdır. Ona görə də sizin üçün 1 porsiyanın reseptini qeyd edəcəm açıqlama bölümündə. Və bu formada kündələrə ayırıram. O qədər gözəl yumşaq xəmir alınıbdır ki, 4 iri kündə, bir dənə də biraz xırda ölçüdə kündə alındı. Kündələri qaba yığıb, üzərini isə örtüb yarım saat soyuducuda saxlayacağam. Ona qədər mən içliyimi hazırlayıram. Əvvəlcədən ovmamızdan 1 stəkan götürmüşdüm, onu bir qaba tökdüm, üzərinə isə 1 stəkan şəkər tozu əlavə edib qarışdırdım. Bu birinci içliyimiz, bu isə ikinci qozlu içliyimizdir ki, əvvəldən 1 stəkan qozu çəkmişəm, üzərinə isə 1 stəkan şəkər tozu əlavə etmişəm. Artıq yarım saat keçdi və mən birinci kündəmi yayıram. Əziz xanımlar, siz eyni içliklə də hazırlaya bilərsiniz. Xəmiri yaydıqdan sonra üzərinə yaxşıca yumurta ağı sürtürəm və daha sonra içliyimi əlavə edirəm ki, içliyi yumurta ağı özündə tutsun və doğradıqda aralarından içlik tökülməsin. Və mən beləcə bururam, kənarlarını biraz qatladım ki, kənarlarından da içliyimiz israf olunmasın. Xəmirin üzərindən də 1-2 dəfə bu formada əlimlə basıram yavaşcana. Gördüyünüz kimi bu bizim birinci kündəmizdir və bunu mən qozlu içliklə hazırladım. İndi isə kəsib sobamızın listinə yığırıq. İndi isə ovma içliklə hazırlayıram. Xəmiri yaydım, yaxşıca yumurta ağı sürtdüm, sonra isə ovma içliyimi hər yerinə eyni bərabərdə olmaqla sərpirəm. Və kənarlarını qatlamadım. Bunu sadəcə bu formada bükdüm. Dəyərli izləyicilər, əgər videomuzu bura qədər izlədinizsə, kanalımıza dəstək olmaq üçün yaxınlarınızla videomuzu paylaşıb, abunə olmağı unutmayın. Kətələrin üzərini yumurta sarısı və duru yağ ilə qarışdırdığım bir qarışımla sürtürəm və çəngəllə də yüngülcə xətləyirəm ki, bişəndə bəzəkli görünsün. Artıq kətələrimiz bişdi. 200 dərəcədə 35-40 dəqiqəyə kətələrimi bişirdim. Onu da qeyd edim ki, kətələri bişirərkən yüksək dərəcədə bişirmək olmaz. Çünki üzəri tez qızaracaq, içi isə çiğ qalacaqdır. İnanın ki, kətələrin ətri hər yeri bürüyüb və çox da gözəl, yumuşaq, həm də ovuntulu çıxıb kətələrimiz.
Bizim reseptlə siz də hazırlayın və əminəm ki, bəyənəcəksiniz. Siz necə hazırlayırsınız, əziz xanımlar, İrəvan kətəsini və reseptlərinizi bizimlə bölüşün. Əlimdə kəsdiyim isə ovma işliklə hazırladığım kətələrdəndir. İnanın ki, heç qozlu işliklə olan kətələrdən böyük bir fərqi yoxdur. Dəyərli izləyicilər, sizin yorumlarınız, fikirləriniz bizim üçün çox qiymətlidir. Evinizdən, süfrənizdən ruzi bərəkət əskik olmasın. Salamat qalın, Allaha əmanət olun.